Dünən qaldığımız ev qiymətinə bugün qaldığımız evi göstərim sənə. Amma ki, yəni dünya qədər fərq vardı. Ona görə deyirlər ki, əsas olan sənin nəyə layiq olduğun deyil, harada dayandığın. Əzqan atamız, xoş gəldiniz. Evimizdə möhtəşəm divanımız və stolumuz var. Gördüyünüz kimi burada işləyə bilərsiniz, otura bilərsiniz. Divanın qarşısında pəncərə var, oraya gələcəyik. Digər tərəfdə isə möhtəşəm kravatımız və yuxarıda pəncərələrimiz var. Hansı ki, gecə, aya, ulduza baxa bilərsiniz. Digər tərəfdə mətbəximiz, mətbəximizdə hər şey var. 2 cür tostumuz, kofe aparatımız, çay qaynadanımız, qabyanımız və peçimiz, mikrovolnovkamız. Hər şeyimiz var, dolu-doludur mətbəximizdə. Və mənzərəyə gələk. Can alıcı hissəsi. İndi yaxınlaş. Of, elə qəşəng görünür ki. Bu da görünən mənzərə. Mənzərədən sonra sənə göstərək. Gəlin. Hamamımız. Əlbəttə, hər evdə olması gələkən Ataryan. Amma hər evdə tapmırıq. Hər evdə tapmırıq. Normal hamamı. Buradan da mənzərə görünür. Ay gün, hadi, quşlara baxır. Evdə elektronik şeylər var. Misal üçün, burada elektronik lövhə ilə idarə edirlər stiliyi. Digər tərəfdə də Alexa var. Detallar, inanılmaz. Alexa, play music, please. Necədir? Nə düşünürsünüz? Möhtəşəm. Çox sağ ol, çox sağ ol, çox sağ ol.